və mütəxəssislər arasında ciddi narahatlıq doğurur. Rəngarəng qrafikası, sərbəst oyun imkanları və sosial ünsiyyət funksiyaları ilə diqqət çəkən bu platforma bir çox mütəxəssislərin fikrincə uşaqların psixologiyasına çox mənfi təsir göstərir. Psixoloqlar bildirir ki, Robloxun əsas təhlükəsi onun nəzarətsiz mühitdə gizlənməsidir. Oyun daxilində uşaqlar yad insanlarla ünsiyyət qura, yaşlarına uyğun olmayan davranış və ifadələrlə qarşılaşa bilərlər. Bu isə uşaqlarda qorxu, stres və çaşqınlıq yaradır. İndi məhəllələrdə uşaqların futbol, gizlənpaç və ya 7 daş kimi oyunlara marağı çox azalıb. Texnologiyanın sürətli inkişafı həyatımızı dəyişib, amma bu dəyişikliklər bəzən bizə itirilən şeyləri xatırladır. Uşaqlıqda oynadığımız oyunlar, bir-birimizlə keçirdiyimiz vaxtlar artıq yad bir şeyə çevrilib. Bugün uşaqların həyətə çıxmağı yox, telefonlarından ayrılmağı daha çox dərd eləyir. Son illərdə yaradılan bəzi oyunlar yalnız uşaqlıq oyunlarını deyil, hətta uşaqların həyatını da təhlükəyə atır. Məsələn, Mavi Balina adlı oyun yüzlərlə uşağın həyatına son qoydu və buna bənzər başqa təhlükəli oyunlar da mövcuddur. Son zamanlarda isə Roblox adlı oyun yeniyetmələr arasında populyarlaşıb. Mütəxəssislər bu oyun barədə ciddi xəbərdarlıqlar edirlər. Bir çox ölkədə qadağan edilən bu oyun böyük təhlükə yaradır. Roblox oyununun uşaqların psixologiyasında və inkişafında çox mənfi təsirləri var. Bunlardan birincisi uşaqların özlərinin inkişafı baxımından daha aqressiv böyüməsinə gətirib çıxardır. Çünki oradakı oyunlar Azərbaycanın milli mənəvi dəyərlərinə yad olan istiqamətlər ön plana çıxır. Xüsusən cinsi azlıqların təbliği, bundan başqa uşaqların gecə klublarına getməsi, orada oyunlar keçirilməsi, virtual oyunlar keçirilməsi halları var. Bundan başqa təhlükəli oyunlar var ki, uşaqlara bəzi tapşırıqlar verilir. Bundan başqa oyunun bir sıra ciddi mənfi cəhətləri də mövcuddur. Roblox platformasında oyunçuların müəyyən üstünlüklər və alətlər əldə etməsi üçün pul xərcləməsi tələb olunur ki, bu da bəzi hallarda uşaqların valideynlərinə məxsus bank kartlarından icazəsiz istifadə etməsinə səbəb olur. Oyunun daha təhlükəli tərəflərindən biri isə real ünsiyyət imkanlarının olmasıdır. Uşaqlar oyun zamanı tanımadıqları şəxslərlə əlaqə qurur, sonradan bu münasibətləri digər sosial şəbəkələrə daşıyırlar. Valideyn nəzarətinin zəif olduğu hallarda bu proses ciddi risklər yarada bilər. Belə oyunlar uşaqların dünya görüşünə, psixoloji inkişafına və ailə münasibətlərinə mənfi təsir göstərərək onların təhlükəli mühitə sürüklənməsinə yol aça bilər. Süni intellektlə hazırlanan oyunlar uşaqların psixologiyasına mənfi təsir göstərə bilir. Orada sərgilənən müxtəlif davranışlar onların psixologiyasına həm ziyan verə bilər, həm onların davranışlarında böyüklərlə münasibətdə bunu bariz şəkildə nümayiş etdirə bilərlər. Yaxşı olardı ki, valideynlər maraqlansınlar ki, uşağın psixikası hansı kontekstdə inkişaf eləyir. Hər yaşın özünün idrak proseslərinin inkişaf mexanizmi var və bu inkişaf mexanizmi də sağlam şəkildə cərəyan etməlidir. Roblox oyun platforması Türkiyədə, Rusiyada, Çində, Cənubi və Şimali Koreyada və digər ölkələrdə də qadağan edilib. Səbəb isə bu oyunun təhlükə mənbəyi olmasıdır. Məhəmməd Hacızadə, ATV Xəbər.